Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Bugündən izləyicilərimiz üçün mənzil məcəlləsinə aid sualları da cavablandıracağıq inşallah. Həmçinin mənzil məcəlləsi ilə bağlı dərslərimiz də olacaq. İlk sualla başlamaq istəyirik. Bu çox ünvanlanır və bir neçə insan da bu sualı səhv bilir. Mən çox mənzilli binada mənzil almışam, təmirsizdir, yaşamıram və yaxud da təmirlidir, yaşamıram, kirayəçim var və s. Mən həmin binanın saxlanması üçün kommunal xidmətlərə görə ödəniş etməliyəmmi, etməməliyəmmi və bir neçə insanlar bu barədə ödənişləri etmirlər ki, bizim mənzilimiz təmirsizdir, yaşamırıq. Amma mənzil məcəlləsinin 137-ci maddəsinin 10-cu hissəsində mülkiyyətçilər, kirayəçilər və digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi, yaşayış sahəsinə və ya faktiki istehsal edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Yəni, kommunal xidmətlərə görə ödəniş mütləq edilməlidir.